Nəcəf şəhəri. Bir əsrə yaxın gizli qalmış məzarın tarixçəsi. İmam Əli əleyhissalam şəhid edildikdən sonra gecə vaxtı gizli şəkildə dəfn edildi. Məzarı 100 ilə yaxın gizli saxlanıldı. Bu sir yalnız pak qəlblərdə yaşadı. O zamana qədər ki, İmam Sadiq əleyhissalam bu sirri ümmətə açıqladı və bu torpaq ilahi nura qərq oldu. Şeyx Müfid Əl-İrşad kitabında belə yazır. Əmir əl-Möminin cümə gecəsi Ramazan ayının 21-i sübh vaxtı Kufə məscidində İbn-i Mülcəm Muradi tərəfindən qılıncla vurularaq şəhid oldu. İmamın pak cənazəsinə oğulları Həsən və Hüseyn əleyhissalam üsul verib kəfənlədilər. Sonra onu Nəcəf yaxınlığındakı Qəri bölgəsinə apardılar və orada imamın vəsiyyətinə əsasən qəbrini gizli saxlayaraq dəfn etdilər. Bu, onun gələcəkdə Bəni Üməyyə dövləti və onların ona qarşı bəslədikləri düşmənçilik və pis niyyətləri bildiyinə görə idi. Əllamə İbn Tavus Fərahül Qəri kitabında sənədlə nəql edir. Əmir əl-Möminin şəhadət yatağında İmam Həsən və İmam Hüseyn əleyhissalama dedi, məni tabuta qoyun, sonra çıxarın. Tabutun arxa hissəsini siz daşıyın. Ön hissəsi isə sizə kifayət qədər yüngül olacaq. Məni Qəriyə aparın. Orada ağ bir daş görəcəksiniz. Oranı qazın, içində taxta bir sandıq tapacaqsınız. Məni orada dəfn edin. Ravi deyir, İmam vəfat etdikdən sonra dediyi kimi etdik. Tabutun arxa hissəsini biz daşıyırdıq. Ön hissəsi isə özü hərəkət edirdi. Səssiz bir uğultu eşidirdik. Nəhayət ağ bir daş parçasına çatdıq. Qazdıq və içində taxta bir sandıq tapdı. Üzərində belə yazılmışdı. Bu, Nuhun Əli İbn Əbu Talib üçün saxladığı mirasdır. Biz imamı orada dəfn etdik və Allaha həmd etdik. İmam Cəfər Sadiq əleyhissalam səhabələrindən biri olan Səfvan Cəmələ bu mövzu ilə bağlı belə demişdi. Məqsəd, Bəni Mərvan və xaricilərin bu qəbrə zərər yetirmələrinin qarşısını almaq idi. Həmçinin tarixdə qeyd olunub ki, Həccəz İbn Yusif Səqəfi İmam Əli əleyhissalamın mübarək cəsədini tapmaq məqsədi ilə Nəcəfdə 3000 qəbir qazdırmışdı. Beləcə, İmam Əli əleyhissalamın qəbrinin yeri miladi 661-ci ildən Abbasilər dövrünə qədər, yəni miladi 749-cu ilə kimi yalnız Əhl-Beyt və yaxın şiyələrinə məlum olan bir sirri olaraq qalmışdı. Əməvilərin süqutundan və təhlükənin aradan qalxmasından sonra İmam Cəfər Sadiq bu müqəddəs qəbri aşkarladı, şiyələrini ora ziyarətə çağırdı və qəbrin üzərində işarə olaraq kiçik bir təbəcik tikdirdi. İmam Sadiq əleyhissalam müfəzzələ olan bəyanından belə nəql olur ki, ey müfəzzəl, bil ki, Əmir əl-Möminin Əli əleyhissalamın qəbrini ziyarət etdikdə Adəmin sümüklərini, Nuhun cəsədini və Əli İbn Əbu Talibin bədənini ziyarət etmiş olursan. Bugün İmam Əli əleyhissalamın hərəmi yalnız zəngin tarixi ilə deyil, həm də mənəvi əzəməti ilə seçilir. Dünyanın dörd bir yanından gələn aşiq qəlblər bu müqəddəs məkanda imamını eşq və ehtiramla ziyarət edirlər. Hərəm günbəgün genişlənir və abadlaşdırılır. Allah dostunun nuru burada yaşayan hər kəsi ruhani bir səfərə çıxarır.